Cəmi 2 ərzaqla, bəli, bəli, düz eşitdiniz. Cəmi 2 ərzaqla 5 dəqiqəyə sobasız və ən əsası da ucuz başa gələn bir şirniyyat hazırlayaq. Gəlin keçək hazırlanma qaydasına. Əvvəlcə 3 ədəd bananı püre halına gətiririk. Dəymiş və yumşaq banandan istifadə etsəniz daha yaxşı olar. Və 250 qram peçenya da bizə lazım olacaq. Mən burada sport peçenyələrindən istifadə etmişəm, amma daha şirin peçenyadan istifadə etsəniz dadı daha da gözəl alınır. Peçenyelərimizi blenderlə üyüdüb əlavə edirik bananın üzərinə, amma əlavə etdikdə mütləq hissə-hissə peçenyeləri əlavə edin ki, çünki ola bilsin ki, siz mənim kimi sport peçenyesi yox, digər bir peçenyelərdən istifadə etsəniz miqdarı dəyişilə bilər. Bu qarışımdan kiçik bir toplar hazırlayırıq və sonda da üzərini kokos qırıntıları, küncüt və yaxud da kakao ilə də bəzəyə bilərsiniz. Bu tam olaraq zövqə görədir, sadədə saxlamaq olar və 20 dəqiqə buzxanada saxladıqdan sonra nuş edə bilərsiniz. Çox ləzzətli, asan hazırlanan və çox gözəl bir şirniyyatdır. Mütləq hazırlayın. İzlədiyiniz üçün təşəkkür edirəm. Hələlik.